Hər vaxtınız xeyir olsun dəyərli dinləyicilər, həmçinin izləyicilər. Mən Xanlar Medianın təqdimatında Gündəm Qarabağ verilişini dinləyirsiniz. Bugünkü qonağım Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın sədri Amin Məmmədovdur. Hər vaxtınız xeyir, xoş gəlmisiniz. Sağ olun, təşəkkür edirəm. Bizə maraqlı bilirsiniz nədir? Qarabağda yaşıllaşdırma prosesi gedir. Ağaclar əkilir. 132 hektardan söhbət gedir və artıq bu istiqamətdə Milli Parkın sxemi də hazırlanacaq. Ağaclar da əkilir. Cənab prezidentin yaşıl zona adlandırması, bayaq da sizlə söhbət eləyəndə qeyd elədiniz ki, bu o deməkdir ki, növbəti nəsillərə biz onlara yaşıl təqdim edəcəyik. Bol ağaclı, ekologiyası sağlam şəkildə təqdim edəcəyik. İstəyərdik ki, elə Milli Park haqqında qısa danışaq, daha sonra artıq o 132 hektar məsələsinə toxunarıq. Çox sağ olun. Bəli, həqiqətən də əslində ümumi dövlətin siyasətinin bir tərkib hissəsidir. Xüsusilə də ekoloji siyasətin, yəni xüsusi qorunan ərazilərin, milli parkların ərazilərini genişləndirmək, müvafiq yerlərdə yenilərini yaratmaq. Məsələn, bu il ortalarında Axar-Baxar və digər iki park, yeni milli park yaradılmışdı. İndi Qarabağda da işğal dövründə təəssüf ki, xüsusi qorunan ərazilərin də içində, məsələn, qoruqlardan Bəstçay qoruğu və digər qoruqlar, onlar daşaltı qoruğu, bunlar belə deyək, ekoloji vandalizmə məruz qaldılar. Ümumiyyətlə də bütün Qarabağ ərazisində sizin əvvəlki verilişlərinizdə də iştirak edərkən qeyd etmişdim ki, 60 min hektar yaşıllıq ərazisini biz itirdik. Yəni Cənab prezident də çıxışında dedi ki, onu kəsib aparıb parket düzəldirdilər, pivə boş çəlləkləri düzəldirdilər. Yəni bu bizə vurulan digər bir zərbə idi. Yəni zaten biz işğalda qaçqın, məcburi köçkün oldu insanlar, hər şeylərini itirdi. Həmçinin gözəl təbiətimizə də zərbə vuruldu. Amma biz bu deməli layihələrimizlə sübut edirik ki, biz qurucu xalqıq. Yəni Azərbaycan olaraq biz həmişə təbiətimizi sevmişik və o yaşıllığımızı qorumuşuq və cənab prezidentin də siz qeyd etdiyiniz oranı yaşıl zona elan etməsi artıq cənab prezidentin ora olan sevgisi və oranı gələcək nəsillərin orada necə yaşaması üçün şəraiti yaratmaq məqsədidir. Yəni burada tək hətta ağac əkməkdən də getmir söhbət. Məsələn, yalnız bərpa olunan enerji ehtiyatlarını orada inkişaf etdirmək. Bu da bir digər prioritetdir ki, orada mümkün qədər belə deyək də ənənəvi enerji, deyək ki, faydalı qazıntı kimi çıxan neft və qazla istifadə olunmasın. Daha çox günəş, külək enerjisi istifadə olsun. Məsələn, Aran Qarabağda, Arazboyu, Füzuli, Cəbrayıl, Zəngilan oralarda günəşli günlərin sayının çox olmasını nəzərə alaraq orada günəş panellərinin qurulması nəzərdə tutulur. Kəlbəcər, Laçında külək turbinləri, yaşıllaşdırma da mən xüsusi qeyd etmək istəyirəm ki, siz təsəvvür edin ki, hələ biz bu son günlərdə olan məlumat əsasında Ekologiya və Təbii Sərvətlər Naziri Vüqar müəllim Kərimov qeyd etdi, 132 hektar artıq yaşıllıq salınıb. Yəni bu hətta Mina Təmizləmə Agentliyinin təmizləyib təhvil verdiyi ərazilərdə sala bildiyimiz yaşıllıqlardır. Siz təsəvvür edin ki, o mina təhlükəsi olmasaydı, əminəm ki, hökumət və cəmiyyət ondan 10 qat çox da potensialımız var bu 5 il ərzində. Sadəcə biz məcburuq ki, ehtiyatla, yəni öz sağlamlığımızı da həyatımıza riskə atmadan bunu edək. Bu baxımdan elə bu 132 hektar özü də əslində çox böyük nailiyyətdir. Yəni bu o deməkdir ki, biz artıq başlanğıcı çox gözəl təməldən qoymuşuq. İnşallah da yaxın, yəni çox uzun olmayan bir müddətdə 60 min hektarın hamısının olmasa da mənə görə böyük hissəsini bərpa edəcəyik. Yaxın zamanda. Bir də tullantıların doğru şəkildə idarə edilməsi məsələsi orada gündəmdə idi bu iclaslarında keçirilən. Bu məsələyə istəyərdik ki, sizin fikrinizi öyrənək. Bu belə deyək də böyük qayıdış proqramı ki qəbul olundu. Orada hamısı bütün belə deyək də strateji baxışlar müəyyən edilibdi. Çünki ora köçürüləcək əhali artıq statistik olaraq da məsələn 2026-ya hətta
100 min civarında, 100 mini keçə də bilər. Yəni əhali köçəcək. Bu nəzərə alsaq ki, gün ərzində hər birimiz bir yarım kilo, 1 kiloqram ətrafında məişət tullansısına səbəb oluruq. İstər şəhərdə yaşayaq, istər kənddə. Bu gündəlik hesablayanda 100 min insan orada nə qədər tonlarla, 1000 tonlarla məişət tullansına səbəb olacaq. Bunu sadə necə deyirlər, hesabla da bilmək olur da, riyazi hesablama ilə. Və buna görə də artıq təmiz şəhər Səhmdar Cəmiyyətinə bununla bağlı deməli tapşırıq verildi və təqribən 2 il bundan öncə işğaldan azad olunmuş ərazilərdə məişət tullantısı poliqonlarının yerlərinin müəyyən edilməsi və layihələrinin hazırlanması işinə start verildi. Onun ətraf mühitə təsirinin qiymətləndirilməsi sənədi hazırlandı. O yerlərin optimal seçilməsi, yəni yaşayış məntəqələrinə yaxınlığından tutmuş marşrutun, o məişət tullantısını daşıyan maşınların marşrutundan tutmuş əhalinin böyük şəhərlərdə, xırda kəndlərdə yaşayan əhalinin sayına uyğun olaraq o poliqonların hektarla ərazisinə qədər hamısı müəyyən edildi və həmçinin orada gələcəkdə təkrar istifadə, yəni çeşidləmə məntəqələrinin qurulması, metalı, kağızı və s. ayırmaq, qida tullantısını gübrəyə çevirmək, bu kimi layihələr də artıq hazırlanıb. Sadəcə əhali ora köçəndən sonra belə deyək də bunun təşkil edilməsi o artıq o köç prosesində həyata keçiriləcək. Bu da çox vacibdir, çünki biz orada yaşayırıqsa orada istər məişət tullantısını, istər məişət çirkab sularını hamısını düzgün idarə etməliyik. Maraqlı bir sizlə gedirsiniz Qarabağa tez-tez. Biz əvvəl o çaylardan tutalım ki, deyirdi ki, çirkləndirirlər, vəziyyət necədir? İndi vəziyyət necədir orada? Yəni ekoloji vəziyyətimiz necədir? İndi nisbətən daha yaxşıdır. Yəni əsas belə transsərhəd çaylarla bağlı təhlükə var idi. Məsələn, yeri gəlmişkən, yəni sabah da 27 sentyabr anım günüdür. Yəni 44 günlük Vətən müharibəsində əldə etdiyimiz zəfərdən sonra hətta bizim Ekologiya Təbii Sərvətlər Nazirliyinin səyyar laboratoriyaları o Ermənistanda öz başlanğıcını göstərib Azərbaycana axan çaylarda müşahidə aparanda çirkləndirici maddələr çox idi, aşkar olunurdu və biz bunu beynəlxalq ictimaiyyət qarşısında qaldırmağa başlayanda onlar artıq yuxarı axında öz ərazilərində məcbur oldular bu tullantının qarşısını almağa. Yəni çaylara məsələn Qafan, Qacaran, mismolibden kombinatı elə təmizləmədən ağır metalları olan tərkibində tullantını Oxçu çaya atırdı. Heç laboratoriyasız çayın rənginə baxanda bilinirdi ki, bu çayda nə baş verir. İndi orada balıqda özür qəşəng Zəngilanda keçirsən yanından adama ləzzət eləyir. Həqiqətən elə ki, çay özü yenidən doğulmuş kimi hiss edir. Yenidən həyat gəlir çaya. Yəni ümumilikdə vəziyyət deyirsiniz ki, yaxşıdır və daha da yaxşı olacaq. Yaxşıdır, bəli. Yaxşı olmağı optimizm verir. Çünki siyasi vəziyyətdə gördüyünüz kimi, yəni sülh üçün həqiqətən də biz göstərdik, sübut etdik dünya ictimaiyyətinə ki, biz sülh sevənik, sülh, qonşularımızla sülhdə yaşamaq istəyirik və şükür ki, qonşu da başa düşdü ki, elə eləmək lazımdır və o sülh olandan sonra da bir-birimizi hər bir tərəf anlayacaq. Yəni biz də, onlar da ki, elə yaşayaq ki, bir-birimizin sağlamlığına, ətraf mühitinə təsir göstərməyək. Çox təşəkkür edirəm sizə. Var olun, minnətdaram. Qeyd etmək lazımdır ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın sədri Amin Məmmədovla danışdıq. Gündəm Qarabağ verilişini dinlədiniz. Sağ olun, salamat qalın.